Son günlər TikTok sosial şəbəkəsində fəaliyyət göstərən Xalqın Haqq Səsi adlı kanalın fəaliyyəti ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Milli Sfera xəbər verir ki, Günay adlı şəxs tərəfindən idarə olunan bu kanalda qərəzli və ictimai birliyə xələl gətirən məlumatların yayımlandığı, bəzi dövlət məmurları barədə həqiqəti əks etdirməyən ifadələrin səsləndirildiyi iddia olunur. Məlumatlara görə kanal rəhbərinin sifarişli materiallar hazırladığı və müəyyən şəxslərin maraqlarına xidmət etdiyi bildirilir. Bir müddət əvvəl Günay adlı bu xanımın prezident administrasiyasının qarşısında təxribat xarakterli çıxış etmək istədiyi, ona müdaxilə edən polis əməkdaşlarını isə təhqir etdiyi video materiallar jurnalist Səidə Bəkir qızı tərəfindən sosial şəbəkələrdə ictimailəşdirilib. Məsələnin diqqət çəkən tərəfi odur ki, həmin şəxsin Azərbaycan polisi kimi dövlətin təhlükəsizliyini qoruyan orqan əməkdaşlarına qarşı kobud ifadələr işlətməsi geniş ictimai qınağa səbəb olub. Həmin görüntüləri sizə təqdim edirik. Prezident aparatının qabağına Əli Kərimli kimi yürüyüş eləyəndə asayişin keşiyində dayanan mərd Azərbaycan polisinə dediyiniz sözləri yadımdan çıxarmamışam. Həm də yeri gəlmişkən faktlar da əlimdədir. Baxmayaraq ki, çıxışınızda söyləyirsiniz ki, mən Azərbaycan polisini tərifləmişəm. İndi mən sizə dediyiniz tərifi göstərirəm. Sizə haram olsun. Anne tərbiyeniz var sizin. Utanmısın. Vagon söküləndən sonra sən necə şopay eləyəcəksiniz? Haram olsun. Bəlkə sizin lüğətinizdə paqonunuz söküləndən sonra gedib fahişəlik eləyəcəksiniz sözü tərif mənası. Bildirildiyinə görə kanal rəhbəri Günay xanım hazırda Gəncə bir saylı musiqi məktəbində musiqi müəlliməsi kimi fəaliyyət göstərir. Bununla belə, onun sosial şəbəkələrdə cəmiyyətə bloger kimi təqdim olunması və bəzi hallarda fərdi şəxslərin nüfuzuna zərbə vurması da suallar doğurur. Məsələn, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən regional kollecdə rüşvət iddiaları səbəbilə intihar edən Mətanət Hüseynova barəsində Xalqın Haqq Səsi kanalında yayımlanan videolarda xoşagəlməz fikirlər səsləndirilib. Həmin videolarda Mətanət Hüseynova mənfi yöndə təqdim olunur, kollecin rəhbəri Xoşqədəm Xudiyeva isə məqsədyönlü şəkildə təriflənir. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, müəllimlik və blogerlik fəaliyyəti ilə məşğul olan Günay adlı bu şəxs regional kollecin rəhbər şəxslərindən biri Tərlan Qayıbova ilə yaxın münasibətdədir. Bu səbəbdən onun paylaşımlarında rəhbərliyin müdafiəsi, haqları pozulan müəllimlərin isə haqsız kimi göstərilməsi diqqət çəkir. Görünür ki, Günay xanım bu davranışları ilə şəxsi maraqlarını qorumağa və rəhbərlik ilə münasibətlərini möhkəmləndirməyə çalışır. Bu faktlar Günay adlı şəxsin sosial media fəaliyyətinin obyektivlikdən uzaq və məqsədli xarakter daşıdığını göstərir. Biz Milli Sfera olaraq Günay xanıma bir sual ünvanlayırıq. Əgər siz özünüzü müəllim adlandırırsınızsa, necə olur ki, gələcəyin həkimini, polisini, hərbiçisini yetişdirən bir peşənin nümayəndəsi olaraq Azərbaycan polisini təhqir edirsiniz? Necə olur ki, siz cəmiyyətdə dövlət qulluqçularına qarşı qərəzli kampaniya apararaq örnək müəllim obrazını təmsil edə biləcəyinizi düşünürsünüz? Maraqlı suallar çoxdur, lakin cavablar hələ ki yoxdur. Milli Sfera AZ redaksiyası olaraq müvafiq dövlət qurumlarını Xalqın Haqq Səsi kanalının fəaliyyətini araşdırmağa çağırırıq. Fatimə Əliyeva, Emil Müzəffərli, Milli Sfera AZ. Edirlər kimə və nəyə lazımdır? Siz savadsızlığınızı rolun arxasında gizlətməyə çalışırsınız. Müəllim nümunə olmalıdır. Müəllim davranışı ilə, əqidəsi ilə, eyni zamanda savadı ilə mayak olmalıdır gələcək.